Zirvə İdarəçiliyi marafonu çərçivəsində növbəti görüş Mina Təmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanovla keçirilib. Vüqar Süleymanov işğaldan azad olunan ərazilərdə mina təmizləmə fəaliyyəti, bu proses zamanı qarşıya çıxan təhlükələr və tətbiq olunan texnoloji həllər barədə təqdimatla çıxış edib. İştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır. Vüqar müəllimin özünün şəxsən dediklərindən belə nəticəyə çıxdıq ki, bir məktəb rəhbəri olaraq biz daha çox maarifləndirmə aparmalıyıq. Gözəl şərait yaratdığınız üçün sizlərə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bugünkü tədbir olduqca maraqlı, faydalı idi. İndiyə qədər əgər biz mətbuatdan müəyyən qədər məlumat əldə edirdiksə, cənab sədrin çıxışı zamanı slaydlarda verdiyi məlumatlar həqiqətən çox təsir edici oldu. Eyni zamanda da çox qürur verici oldu. Dəyərli, maraqlı məlumatlar, maraqlı datalar. Təşəkkürlər Asan, təşəkkürlər Asan ailəsi. Bugünkü tədbir çox maraqlı və çox əhəmiyyətli məlumatları özündə ehtiva edirdi. Cənab Prezident İlham Əliyevin siyasi kursunu, onun siyasətini öyrənmək bizim kimi gənc rəhbərlər üçün sadəcə qürurdur, şərəfdir və fəxirdir. Məqsəd Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderliyi sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır. Layihəyə əsasən 6 may, 6 iyul tarixlərində müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxsin dövlət rəsmiləri ilə təcrübə mübadiləsi görüşlərində və idarəetmədə innovativ liderlik bacarıqları mövzularında təlimlərdə, asan xidmət təcrübəsi ilə tanışlıq tədbirlərində iştirakı nəzərdə tutulub. Həmçinin işğaldan azad edilən ərazilərə infoturlar təşkil ediləcək və təəssüratlar toplusu onlayn kitabı nəşr olunacaq.